Əgər biz tariximizdə tutaq ki, Cavad xanları mən oxumasaydı, görməsəydim ki, bizim xalqımızın tarixində Cavad xan olmasaydı, əgər Babək olmasaydı, əgər Koroğlu olmasaydı, əgər Şah Xətai olmasaydı və biz nəyə dayanıb mübarizə aparacaqdıq? Aydındır. Bir sözünə belə başa düşmüşsün fikirlərinizdən mərdilik taleyin zərbələrini heç endirir. Cəsarətlik. Belə başa düşdüm də, yoxsa? Təbii ki, yəni bilirsiniz, insan, mən yəni o hissi içərisində yaşadırsanız, o zaman orta məktəb müəllimlərimizlə mübahisə edəndə mənə həmişə məsləhətləri bu olubdur ki, Nemət, sən əgər istəyirsənsə millət vətən üçün nəsə eləyəsən, ged əvvəlcə instituta gir, ali təhsil al, bir vəzifə tut, bir mövqe tut, sonra millət vətən haqqında nəsə düşünərsən. Mən orta məktəb müəllimlərim ən azı sağdır. Bu günləri gedib siz onlardan da müsahibə götürə bilərsiniz. Yəni, mən onlara söz vermişəm, dedim ki, mübahisəmiz, mən dedim sizə sübut eləyəcəm ki, insanı insan eləyən nə onun vəzifəsi deyil, nə onun diplomu deyil, nə son dəvdə geydiyi paltar deyil, nə daisi deyil. Özünü dərk eləyən insanın, mənim gəldiyim qənaət odur ki, özünü dərk eləyən, Allahı dərk eləyən insanın qarşısında heç bir sərhəd və sədd yoxdur. Heç bir dünyanın zindanı, məhbəsi onu qul və kölə edə bilməz. Özünü dərk etməyən, özünü anlamayan insan isə dünyanın padşahı da o qoysan, o kölə qul olaraq qalıbdır. Yəni, mən qarşıma bir məqsəd qoydum və dedim, mən sizə sübut edəcəm ki, mən orta məktəbdən biləsiniz, məsələn, 8-ci sinifdən mən çıxmışam. Mən rəsmi təhsil sistemini keçməyəm. Mən orta məktəbdən 8-ci sinifdən çıxmışam. Atistatım gecə məktəbindən almışam. O da özümün heç xəbərim olmadan. Ancaq mənim gecəm günüzüm oxumuşam. Gecə günüz mən düşünmüşəm. Məsələn, o deyirsiniz ki, fikirləşməyəm. Məsələn, adicə bir dənə dini misal gətirim. Məsələn, İbrahim Xəlil Peyğəmbər. Bəli. Nə eləyir? Birinci baxır, gecə ulduzları görür. İlk dəfə görəndə deyir, Allah budur, ulduzlara deyir. Sabah baxır, günəşi görür. Deyir, Allah, mənim Allahım budur. Allahını axtarır, bir yaradıcı qüdrəti axtarır ki, yəni bu kainat. Və sonra günəş də batır. Deyir, yəni batandan Allah olmaz. Demək, Allah nədirsə, bu gecə ilə gündüzü yaradan bir qüdrətdir. Yəni, maraqlıdır ki, mən həmişə düşünmüşəm. Məsələn, təkcə oxumaq, sufilərin bir fəlsəfəsi var. Deyir ki, bu hal elmidir, bu qal elmi deyil. Yəni, nəzəri cəhətdən yoxlar da buna yalançı bilik deyirlər. Əgər sən bir kitabı oxumusansa, tutaq ki, bir nəzəriyyəni oxumusansa, ancaq onu həyatda, praktikada həyata keçirməmsənsə, onun sənə heç bir dəxli yoxdur. Məsələn, bəsit mən fikrimi izah eləmək istəyirəm. Məsələn, sən üzgüçülük haqqında 100 dənə kitab oxumusan ki, üzgüçülüyün bu növü var. Ancaq ömründə bir dəfə dənizə girməmisənsə, ömründə suya girməmisənsə, üzməmisənsə, o sənin üçün oxuduğun kitabın, o üzgüçülük haqqında sənə heç bir fərqi yoxdur. Və yaxud da sevgi haqqında sən roman oxumusan, tutaq ki, kinoya baxmısan. Ancaq sən sevməmisənsə, o sevginin nə olduğunu anlaya bilməzsən. Yəni, mənim bir növü həyatım praktiki olub. Yəni, mən yaşamışam. Mən o inandığım idealları da yaşamışam, mən inanmadığım. Nəzəriyyə ilə bərabər təcrübə də əsasıdır, mən belə başa düşürəm. Onun üçün biz qarşıya qoyulan məqsədi reallaşdırmaqdan ötürü də insan fəaliyyət göstərməlidir, onu gerçəkləşdirməlidir. Bizdə o atalar misal deyir, halva deməkdən ağız sizin olmur. Yəni, arzu Allah deyir, sənin hərəkət məndən bərəkət də. İdealınla əməl üst-üstə düşməlidir. Sən ideallara doğru getməyə sən zəhmət çəkməyəcəksənsə, əziyyət çəkməyəcəksənsə, sən o qarşıva çıxan maneələri aşmayacaqsan, ömür boyu xəyal olaraq qalacaq, ömür boyu olaraq bir nətər deyirlər, bir gerçəkləşməyəcək. Ancaq xəyalları gerçəkləşdirəndə bizim idrak gözü ilə baxaq, bax, gözümüzün qarşısında nə var? Bax, kameralar var, televiziyalar var, insanın yaratdığı samolyot var, maşın var, kompüter var, texnika var. Bunun ilki fikrin maddiləşmiş formasıdır. Bunlar əslində birinci düşüncədə, insanın düşüncəsində formalaşır, insan nə isə dərk eləyir, anlayır və sonra bunu materiallaşdırır, bunu maddiləşdirir. Demək, əslində yaradıcı insanlar da diqqətlə baxsaq, məsələn, 100 minlərlə insanlar, milyonlarla insanlar maşından istifadə edir, maşın sürür. Ancaq o maşının daxil yanma mühərrikini bir nəfər insan ixtira edirdi, ilk dəfə. Milyonlarla insan kompüterdən istifadə edir, kameradan istifadə edir. Ancaq onu yaradan fərdlərdir. Əslində, bəşəriyyətin içərisində diqqətlə baxsaq, az bir insanlar yaradıcı insanlardır. İnsanların əksəriyyəti istifadə edəndir. Və ona görə həmişə mənə sual verəndə ki, bəzən çoxluğun fikri, sən çoxluğun fikri ilə hesablaşmırsan, mən heç vaxt çoxluğun fikri ilə hesablaşmamışam və çoxluğun fikri ilə hesablaşmanın doğru olmadığı qənaətindəyim. Çünki biri var çoxluq deyəndə, məsələn, Nizaminin fikri, Füzulinin fikri, Nəsimin fikri, biri var ümumi kütlənin fikri. Kütlənin fikri heç vaxt özünün yetkin ola bilməz. Kütlə kimisə təqlid edir, kiminsə dalıca gedir. Ancaq yaradıcı insanlar fərdlər olur və az
azlıqdır həmişə. Bəşəriyyətə də biz diqqətlə baxsaq, ya şər azlıq rəhbərliyi eləyib, ya xeyri azlıq rəhbərliyi eləyib. Şər azlıq rəhbərliyi eləyəndə o fəlakətlər, Stalinlər, Hitlerlər rəhbərlik edəndə o bəşəriyyətə fəlakətlər gətirib, cinayətlər gətirib, ya da ki, Məhəmməd Peyğəmbər kimi, tutaq ki, Şah Xətai kimi, yəni müsbət mənada insanlar rəhbərlik eləyib. Yəni hər bir cəmiyyətdə də biz siz görsəniz, məsələn, bir dənə teleşirkət, tutaq ki, İsmail Televiziya. Bunun kollektivi var, ancaq rəhbərliyi var da, yəni bir baş olmasa, bunu təşkil eləməsə, bu komandanı yığır. Kök olmasa, budaqlar olmazsa başa düşdürük, bəli. Uşaqlıqda dindar ailədə olmuşuq. Məsələn, danışıblar cənnətdən, cəhənnəmdən, filandan cənnət belə, cəhənnəm belə. Məni də düşündürüb də təbii ki, uşaq olaraq buna maraq. Ancaq ilk dəfə məsələn bizim kəndimizi köçürdülər. Mən doğulduğum kənd Naxçıvan şəhər rayonunun Dalcıq kəndi olubdu. Onun arpa çayın bizim kəndi tən ortadan bölüb keçirdi. O kəndin suyun arpa çayın qabağını kəsdilər. Sonra o kənd qaldı suyun altında məcburi köçürdülər. Məsələn, orada qəbirləri sökürdülər. Mən 7-ci sinifdə oxuyurdum, 8-ci sinifdə oxuyurdum. Gedirdim, qəbirləri sökəndə məcburi qəbirlər çıxarılırdı. Gedib orada məsələn sahadla, sutqa ilə oturub baxırdım ki, bax burada cənnət hanı, cəhənnəm hanı. Burada hamısı qəbirdən eyni kəllə çıxır, eyni sümük çıxır. Yəni düşünürdüm. Ancaq mən tutaq ki, həmin vaxtlar bir yuxu gördüm. Sadəcə bu yuxu ilə mən cənnət cəhənnəmin fəlsəfəsini anladım. Məsələn, hər bir insana da düşündürmək üçün ki, eləyirəm ki, demək, əzab çəkən, cənnəti cəhənnəmi yaşayan ruhdur, bədən deyil. Bədənim deyirəm, istənilən dindarın bədəni olsun, dinsizin bədəni olsun, eyni qəbirdən sümük çıxırdı. Məsələn, sizə düşündürmək üçün deyirəm, istənilən adam tutaq ki, yuxuda sən insan üçün bir xoşbəxt da onun arzu elədiyi. Məsələn, tutaq ki, belə deyək, bir aşiq öz sevgilisinə qovuşub yuxuda görür bunu. Onunla həyatdakı zövqün heç bir fərqi yoxdur. Və yaxud yuxuda çəkdiyin əzabınla ayıq həyatda çəkdiyin əzabın heç bir fərqi yoxdur. Məsələn, yuxuda görürsən ki, səni öldürürlər, əzab çəkirsən, səni boğurlar və ayırmasan, real yuxuda. Həyatda çəkdiyin əzabla yuxudakı əzabın heç bir mənada fərqi yoxdur. Və yaxud da yuxuda gördüyün xoşbəxtliklə, zövqlə, məsələn, sən yatmışsan, gözün bağlı, sən rəngi görürsən, dadı bilirsən, insanlarla söhbət edirsən, heç bir ayılırsan ki, sən rahat yorğan döşədə yatmışsan. Yəni, mən tutaq ki, orta məktəbdə o yuxu ilə dərk elədim, sadə şeyləri. Şalbız tapmadığım ki, demək, burada əzabı çəkən, zövqü çəkən ruhdur, bədən deyil. Və indi də düşünək, bax, material, biz danışırıq, söhbət edirik. İndi bugün bizi danışdıran, bu bədən 4 ünsürün qatışığıdır. Yəni, ölüm deyilən proses baş verəndə ruh bu bədəndən çıxırsa, bu bədənin, bu materialın heç bir fərqi yoxdur. Onun nə eşitmək qabiliyyəti yoxdur, nə yandırsan o ağrı hiss eləməyəcək. O, materialda torpaqdır. Və bu fikirdən bir dənə fikrə keçirəm ki, məsələn, şeytanla Adəmin məsələsi. Niyə Adəm səzdə eləmədi? Çünki ilahi ruhu görmədi Adəmdə. Ona görə də üstünlük iddia elədi. Əslində biz insan, maddi varlıq olaraq dərk etsək ki, bizim bu bədənimizdə ilahi bir qüdrət var, ilahi bir ruh var və onu dərk eləsək bütün problemlərimizdən biz tamamilə razılaşırıq sizin fikirləriniz. Doğrudan da bu mövzu qədər qəlizdir ki, biz getdikcə nəinki saatlarla, günlərlə gedə bilərik. Əlbəttə bu söhbətimizə qayıdacağıq. Amma bu arada istəyirəm ki, hazırda ovqatımızın qonağı Turan elə ansambldır. Bu ansamblın bədii rəhbəri Şahin Verdiyet. Şahin müəllim, mən istəyirəm ki, musiqiyə keçid almamışdan qabaq, amma bir balaca məlumatlandırasınız biz ovqat sevərləri. Ümumiyyətlə, bu ansamblın nə qədər vaxtı birgə fəaliyyət göstərir, xidmətləri, fəaliyyəti ilə bağlı bir balaca geniş yenişlər. İstərdim ki, bu bir balaca müdaxilə eləyəm. Maraqlı müdaxilədir. Bəli, buyurun. Həm də ovqatımızı bir təzəliyək, yeni bir nəfəs gətirək. Demək, 94-cü ildə Böyük Füzulinin 500 illiyi keçirilirdi Bağdad şəhərində. Yadınıza gələr yəqin ki, bütün dünya Füzulinin 500 illiyini keçirilirdi. Və biz də o vaxtda Azərbaycandan bir 4 avtobus Füzulinin yubileyinə gedirdik. Azərbaycanın tanınmış ziyalıları, tarixçiləri, şairlər, yazıçılar və ilaxır. Tanınmış hamısı sənətkarlar idilər. Eləcə də musiqi kollektivi. O tədbirdə, tərkibdə mən də var idim. O vaxtda Nemət bəy, səhv eləmirəmsə, prezidentin icra aparatında çalışırdı. Məndən qabaqki avtobusda birisi də uzaq yoldur Bağdada, özdə İranın içindən gelirsən, Bağdad 4000 kilometrdir. Orada bizim çox məşhur şairlərimiz vardı, indi adını çəkmək istəmirəm. Yol boyu neyinəsən, danışırsan, gülərsən ki, yolun vaxtını öldürəsən. Birdən şairlərdən biri başladı şeir deməyə. Bunlar dedilər, Nemət bəylə bunların mübahisəsi düşdü şeirdən zaddan. Birdən Nemət dedi ki, gəl, nədən deyirsən, bir dənə şeir səndən, birini mən deyim. Birini səndən, birini mən deyim. Birini sən də, birini mən deyim. Sizlə oldu bu deyişmə? Yox, mənlə yox. Yəni orada tanınmış şairlərlə, mən də onu müşahidə edirəm. İndi o əhvalatı mən sizə danışmaq istəyirəm ki, biraz sadəcə qismində iştirak edirsiniz.
Yol